Hüququn səsi. Hüquqa fərqli baxış, aydın izah, sağlam dialoq. Hər kəs üçün başa düşülən hüquq, hər kəs üçün vacib mövzular. Hüququn səsi, ədalətin danışdığı ünvan. Dəyərli izləyicilər, efirdə Hüququn Səsi proqramıdır. Burada emosiyalar yox, qanun danışır. Bugünkü mövzumuz da ötən verilişdə olduğu kimi çox aktualdır. Qonaqlarımız mediatorlardır. Bakı 11 sayılı və 24 sayılı mediasiya təşkilatlarının mediatoru Nərgiz xanım Əliyeva, xoş gəlmişsiniz. Çox sağ olun. Eləcə də Şəmkir 1 sayılı mediasiya təşkilatının mediatoru Anar bəy Hacıyev. Təşəkkür edirəm canım mənim. Hər ikisi peşəkar mediatorlardır və mövzumuz isə kişilər mediasiya prosesində niyə iştirak etməyə maraqlı deyirlər? Anar bəy, ilk olaraq sizə vermək istəyirəm bu sualı. Bir mənalı olaraq cavab almaq istəyirəm. Sizcə kişilər mediasiya prosesində iştirak etməyə niyə görə maraqlı deyirlər? Təşəkkür edirəm Zaur müəllim. İlk öncə verilişinizə daimi olmasını arzulayıram. Vətəndaşlarımız üçün faydalı olsun. Sizləri və dəyərli həmkarım Nərgiz xanımı burada görməkdən şadam. Zaur müəllim, biz hamımız çiyin-çiyinə bu mediasiyada bugünkü günə qədər gələn və mediasiya üçün çalışan həmkarlarıq. Artıq 5 ildir ki, ölkəmizdə mediasiya fəaliyyət göstərir. Əvvəlki dövrə baxsaq və indiki dövrə baxsaq, mediasiya deyərdim ki, ən pik nöqtəsinə gəlib çatmışdır. Sözünüzdə bir həqiqət var ki, o yaxın keçmişə qədər, bəli, ən çox müraciət edən təbii ki, mediasiyaya, ailə mübahisələrindən irəli gələn mediasiya işlərinə qadınlar olur. İlk dönəmdə biz istər poçt vasitəsilə, istər SMS vasitəsilə, zəng vasitəsilə qarşı tərəfi bizim bəyləri mediasiyaya dəvət edəndə çox vaxt, hətta bəzən kobudcasına cavab verirlər ki, məni narahat etməyin. Ancaq mediasiya prosesi yekunlaşırdı, məhkəmə prosesi yekunlaşırdı. Bəzən ondan sonra başlayırlar axtarmağa ki, bizim məhkəmədə belə bir qərarımız, belə bir qətnaməmiz çıxdı. Bugünkü gün mən çalışdığım Şəmkir rayonunda, mən rəsmi olaraq reyestrdə həm Şəmkir, həm Gədəbəy rayonlar üzrə mediatoram. Şəmkir 1 sayılı mediasiya təşkilatında əmək müqaviləsi ilə mediator kimi çalışıram. Eyni zamanda Gəncə 1 sayılı mediasiya təşkilatı, Gədəbəy 1 sayılı mediasiya təşkilatında mediator kimi fəaliyyət göstərirəm. Bugün artıq o qədər maarifləndirmə işləri görüldü, o qədər bu mediasiyaya inam, etibar yarandı ki, düzdür, ailə və əmək münasibətlərindən yaranan mübahisələr məcburi olsa da, artıq məsələn bir nigahın pozulmasına qərar vermiş bir cütlük, o zaten onsuz da məcburi mediasiyadır, ancaq bugünkü gün, siz bayaq deyirsiniz ki, niyə kişilər gəlmirlər, amma artıq bugün könüllü olaraq gəlirlər. Könüllü gəldikdə artıq onlar bu mediasiyanın nədən ibarət olduğu, rolu nədir, onun üstünlükləri nədir, onun vətəndaşa verdiyi fayda nədir, onu bilərəkdən gəlirlər və gələndə də hazır paket şəklində gəlirlər ki, biz bu məsələləri öz aramızda razılaşmışıq. Xahiş edirəm, heç ilki mediasiya sesiyası keçirilmədən tam mediasiya sesiyasına keçid eləyin. Biz bu razılaşmalarımızı sizin vasitənizlə, mediatorun vasitəsilə barışıq sazişində imzalayıb, məhkəməyə yalnız nigahın pozulması hissəsində getmək istəyirik. Bu bizi təbii ki, sevindirməyə bilməz. Artıq insanlar o uzadı sürəcək o çəkişmələrdən, o məhkəmə getgəllərindən, belə deyim, bu mediasiyanı bilən, anlayan, marifli vətəndaşlarımız
artıq bunun üstünlüklərindən istifadə etməyə bacarmışdılar. Minnətdaram. Buyurun, Kifayət qədər Zaur hesab edirəm ilkin olaraq geniş məlumat verdiniz. Amma Buyurun. sizə bir sualım olacaq Nərgiz xanımın cavabından sonra. Nərgiz xanım, siz necə hesab edirsiniz? Kişilər mediasiya prosesində iştirak etməyə nəyə görə qadınlara nisbətdə maraqlı deyirlər? Mən bir də sizi salamlayıram Zaur müəllim. Sizlərlə birlikdə olmaq, dəyərli Anar müəllimlə sizlə çox Təşəkkür xoşdur, edirəm. dəyərli həmkarlarsınız mənim üçün. Düzdür, mənim mediasiya təcrübəm belə deyək, sizlərə baxanda biraz azdır, amma 2 il artıq ötüb. Bu illər, 2 il ərzində çox şeylər dəyişib. Təzə başladığım vaxtlarda deyək ki, mən də kişilərə, ikinci tərəflərə zəng eləyəndə və yaxud da ki, məlumat göndərəndə onlar çox aqressiv qarşılayırdılar. Gəlmirik, bizim fikrimiz niyə maraqlıdır, hətta belə deyək, kobudcasına telefonu üzümüzə bağlayanlar olub. Amma zaman keçdikcə bu çox dəyişib. Mən niyə kişilər əvvəllər belə düşünürdülər, bunu başqa bir şeyə bağlayıram. Məncə bizim lap ta qədimdən inanclarımızda oğlan uşaqlarını elə böyüdürük ki, kişi ağlamaz, kişi danışmaz, kişi belə özünü zəif göstərməz. Belə bir iddialarla oğlan uşaqlarını böyütmüşük. Onlar da belə biz ona istər-istəməz ailə dağılır, onun bir cəmiyyətdə mövqeyi var, statusu var. Yad bir qadın və yaxud da yad bir kişi zəng eləyib onu mediasiyaya çağıranda o özünə sığışdırmır sadəcə orada gəlib iştirak eləməyi. Mən belə başa düşürəm ki, onlar demirəm ki, mediasiyaya inanmırlar, gəlmirlər. Yox, sadəcə gəlib başqasının qarşısında ailə problemini danışmaq istəmirlər. Amma dediyim kimi, bu əvvəllər belə idi, amma hal-hazırda deyə bilmərəm. Daha çox Anar müəllim də bildirdi, kişilər daha çox müraciət edirlər. Həmçinin çağırdığımız zaman, zəng elədiyimiz vaxtı çox yaxşı ünsiyyətə də girirlər. Məsələn, dünən hal-hazırda mənim bir işim var. Tərəflə 12 dəqiqə belə telefonda danışdıq. Nə problemi var? Açıq ayıcısına dedi ki, yəni mən gəlmək istəyirəm Nərgiz xanım, bu belə olsun, xahiş eləyirəm. Qarşı tərəflə danışın. Biz orada dalaşmayaq. Artıq ailəmiz bitib, uşağımız var. Çox gözəl, adekvat formada danışırlar. Gəlirlər. Daha çox ünsiyyətə indi daha rahat girirlər. Məncə də bu da bir Anar müəllim qeyd elədi. Artıq mediasiyanın belə deyək, nə olduğu cəmiyyətə aşılanıb, sülh mədəniyyətinin, danışıq mədəniyyətinin nə qədər vacib olduğu bir növ aşılanıb, öyrədilib. Artıq çünki zəng eləyəndə ilk sualımız bu olur ki, məsələn, Kamil bəy, siz mediasiya haqqında məlumatınız varmı? Mən filankəs və filankəs, siz mediasiya haqqında məlumatınız varmı? Sizə deyim ki, bir 60-70% deyir ki, bəli, varım, var. Buyurun. Təbii ki, biz bu istiqamətdə çox böyük işlər aparmışıq. Bir ailə olaraq, mediasiya ailəsi olaraq çox işlər görürük. Bu halda bizim çox dəyərli mediasiya şuramızın sədrimiz Nadir Adilov da buradan salamlayırıq və hesab edirəm ki, Nadir Adilovun əməyi danılmazdı, ətrafında da biz sıx birləşmişik. Bizə olan dayağı dəstəyi də həmçinin. Burada təbliğat həqiqətən də böyük rol oynayır. Anar bəy, siz bir fikir söylədiniz, düzdür. Mən bunu hansı formada söylədiyinizi, hansı mənada söylədiyinizi çox gözəl anlayıram, həm hüquqşünas, həm mediator olaraq. Amma bunu cəmiyyətimiz bir mənalı olaraq qəbul eləməyə bilər. Ona görə istəyirəm onu bir qədər açasınız. Siz dediniz ki, tərəflər mediasiya prosesinə artıq gələndə müəyyən şərtləri müəyyən eləyirlər, sonra gəlirlər. Ki, bu barəsində bayaqdan danışdığımız mediasiyanın təbliği nəticəsində təbii ki, doğru aparılan, belə deyək də, siyasət nəticəsindədir, təbliğat siyasəti. Amma siz bir ifadə işlətdiniz, dediniz ki, bu bizi sevindirməyə bilməz. Mən sualı öz adımdan yox, izləyicilərimizin adından səsləndirəcəm. Bir ailənin dağılmağı, nikahın pozulması, boşanma, biz mediatorları sevindirirmi? O hissədə Zaur müəllim, çox sağ olun, təşəkkür edirəm sualınıza görə. Sevindirmək o ailənin nikahın pozulması hissəsində yox, artıq bu nikahın pozulmasına cütlüklər qərar verib, o mübahisələrin kompakt şəkildə, paket şəklində özləri həll eləyə bilməsi də bizi sevindirir. Bəli, o diyaloqla, o çəkişməsiz, mübahisəsiz, o prinsiplərə getmədən qarşılıqlı razılıq əsasında özlərinin həll edib çözmələri və onu etibar elədikləri, dəyər verdikləri, sınaqlardan keçmiş bir mediatoru seçib həmin mediatora üz tutmaqları bizi sevindirir Zaur müəllim bugünkü gün. Çox təşəkkür edirəm. Buyurun. Nərgiz xanım, növbəti sualım isə bax belə olacaq. Hesab edirəm ki, bu da ən aktual suallardan biridir.
cəmiyyətdə bəzən müraciətlərdə də qeyd olunur, bu sosial şəbəkələrdəki paylaşımlarımdan mən şərh hissəsində bunu daha çox görürəm. Deyirlər ki, biz mediasiyaya getdik, amma mediator bizi barışdırmağa cəhd eləmədi. Mediator bizi barışdırmadı. Bəli. Elə ya saziş bağladı, ya da bir davam etdirilməmə barədə arayış verdi. Bax, sual belədir. Mediator tərəfləri barışdırmalıdırmı? Aha, bu cəmiyyətdə yanlış bir təbliğ mövzusudur. Biz mediatorlara qarşı da eyni təzyiqlər var. Yox, mediator tərəfləri ailə davam eləsin barışdırmaq deyil, tərəfləri razılaşdırmalıdır. Uyğun variantda sülh yolu ilə, deyək ki, uşaqları var. Məsələn, ailə mediasiyalarında deyək, uşağın hüquqlarını pozmadan, onun gələcəyini düşünməklə, uşağa daha uyğun olmaqla onları razılaşdırmaqdır. Çünki gəlin belə qeyd eləyək ki, bir 10 illik, 15 illik və yaxud da ki 5 illik bir ailə mediasiyaya gəlib çıxana qədər hər hansı bir dövrü keçmiş olub gəlirlər də. Bunların hər halda ailə böyükləri var, öz ailə üzvləri var. Bunları barışdırmağa, düz qoş eləməyə, nətərsə yoluna qoymağa çalışıblar. Amma bunlar alınmayıb. Sadəcə düzdür. Mən mediasiya prosesində şəxsən öz adımdan deyə bilərəm. Bilirəm ki, həmkarlarımın bir 90% də bunu eləyir. Hər iki tərəf oturduqda ilk olaraq biz ailəni qorunmağın tərəfdarıyıq. Yəni bu bizim mədəniyyətimizdən, adət-ənənəmizdən, mənəviyyatımızdan irəli gəlir bu bizim. Soruşuruq ki, məsələn, ilk mənim sualım olur ki, məsələn, xanım, siz bununla müraciət eləmişsiniz və yaxud da ki, bəy, amma mən sizə ilk deyək, gəlin bunları qoyaq kənara, sizin ailənizi davam etdirmək kimi hər hansı bir şansınız var və yaxud da nə lazım olar bunu davam etdirə bilərik. Gəlin bu müzakirələrə keçək. Bəli, olur, bir müəyyən qədər gedir və yaxud da ki, tərəfin ikisi də deyir ki, xeyr xanım, biz bundan ötürü bura gəlməmişik. Biz davam etdirmək istəmirik. Bunu dedikdən sonra təbii ki, biz artıq orada gəlin barışın, belə eləyin, eləyin. O deyilik. Hətta bəzən elə bir, çox təəssüflə qeyd edeyim ki, elə bir ailələr var ki, və biz o iclas formatında elə bir şeylər eşitdirik ki, elə onların ayrılması, hərənin öz yoluna getməsi daha uyğundur. Şiddət, cinayət məsələləri çıxır, çox uşağa şiddət. Elə bir məsələlər, psixoloji təzyiq, yəni elə ən rahatı onların daha vaxtı belə deyək də, öz zamanında, öz vaxtında ayrılıb hər kəsin öz yoluna getməsidir. Anar bəy, eyni suala sizin də mövqeyi eşitmək hesab edirəm, çox maraqlı olardı. Zaur müəllim, bizdə o, belə deyim, barışıq sazişi, bəzən o barışıq sözü biraz çaşdırıcıdır. Bəli ki, sanki biz nigahın pozulmasına qərar vermiş cütlükləri o sazişlə barışdırırıq. Ancaq tək nigahın pozulması yox, Nərgiz xanım doğru vurguladı ki, bəzən elə olur ki, o barışıq sazişində nigahın davam etdirilməsi ilə bağlı da barışıq sazişlər olur. Orada şərtlər irəli sürürlər, o öhdəlikləri götürürlər və heç nigah pozulmur. Yəni, Nərgiz xanım çox belə aydın vurguladı ki, bəzən o təkbətək mediasiya, ilki mediasiya sessiyalarında biz tərəflərlə söhbət eləyəndə bəzən elə bir hallar olur ki, artıq tutaq ki, qız evindən gələn onun qohumları, nənə və yaxud da ki, bibi çox xahiş edirlər ki, bunları barışdırın, bunları qoymayın, dağılsın. Amma biz elə bir faktlarla qarşılaşırıq ki, mən başa salmaq istəyirəm ki, yəni bunun təzədən barışıb o evə qayıtması böyük bir faciə ilə nəticələnə bilər də. Yəni, biz o cəhdi heç vaxt eləyə bilmərik. O böyük bir məsuliyyətdir və bizim ona heç səlahiyyətimiz də yoxdur, Zaur müəllim. Mən bir şey deyim. Buyurun, əlbəttə. Deməli, mənim öz təcrübəmdə olub, bunu özüm üçün çox böyük uğur sayıram. Bu dəfələrlə baş verib. Tərəfləri iclas təyin olunub, gəliblər. Bəli, biz ayrılmaq istəyirik. Anar müəllimin dediyi kimi də barışıq sazişi imzalamışıq. Amma bu hardasa 1-2 saat vaxtımızı arıb, danışıqlar, detalları xırdalamaq. Təklikdə iclaslarımız olub, oğlanla da, qızla da. Və əsasında bunlar öz problemlərini də deyiblər, hansı bu yolla gəliblər, uzun danışıqlar gedib və olub ki, bəli, ayrılmağa dair, həmçinin aliment məsələsi, uşaqla görüş, uşağın xaricə çıxarılmasına, hamısını qeyd elədiyimiz, hətta əmlakın bölünməsinə belə qeyd elədiyimiz sazişlərimiz olub. Üstündən 1-2 həftə keçib, mənə kim iddianı veribsə, o götürüb zəng eləyib və yaxud da ki, yazıb ki, Nərgiz xanım, mən sizə bir sual verim. Biz sizdən çıxdıq, sazişi imzaladıq, ayrılmaq. Sonra mən getdim, evdə düşündüm. Biz nə vaxt idik uzun müddətli yoldaşımla belə üzbəüz oturub danışmamışdıq.
Və mən artıq biz barışmağa qərar vermişik. Biz onu neyniyək? Bizi zorla boşayarlar. Məcburi belə bu proses gedə bilər. Bildirirəm ki, yox, təbii ki, siz aparıb məhkəməyə verməsiniz, heç kim sizi boşamayacaq. Siz belə qalacaqsınız. Yəni bunu çox olub məndə, şəxsən məndə bu hadisələr çox olub. Bu mənə çox qürur verir, çox da sevindirir. Əlbəttə Mən ki. deməli saziş tərəfdən öz işimi gözəl görmüşəm, amma yenə də ailə dağılmayıb. Nə gözəl. Burada biz buna ümumi olaraq belə bir nəticəyə gələ bilərik ki, tərəflər mediasiya prosesində sanki bu bir labüdlük idi. Gəlib oturub üz-üzə danışaraq aralarındakı o anlaşılmamazlığı həll eləyə bilirlər həm də. Bəli, Amma bəli. buna tərəflər könüllü olaraq razılıq verməlidir. Bu öhdəlik mediatorun Hətta üzərinə deyərdi ki, bir qoymaq tərəfin olmaz. könüllü də yox. Bir tərəf məsələn verib iddia qaldırıb, müraciət eləyib, ikinci tərəfə biz deyək ki, özümüz çağırıb gətirmişik də. Amma üz-üzə oturanda, çünki bəzən biz baxırıq ki, bizim çox təəssüf ki, bu yeni nəsillərdə daha çox danışmaq, ünsiyyət mədəniyyəti yoxdur. Yoxdur. Onlar bir-birini dinləyə bilmirlər. Bir-bir tərəflərindən baxır. Məsələn, oturur tərəflər, o deyir ki, sənin maman belədir, o deyir, yox, mənim anam belə gələndə sənin anan ayağa qalxmadı. Yəni bir anlıq Nərgiz xanım, üzr istəyirəm. Buyurun. Elə bəzən nüanslar olubdur ki, yəni konkret fakt olaraq insan mənə dedi ki, yəni biz ər-arvad olaraq evdə WhatsApp-la bir-birimizlə, yəni mən qaynanamın, baldızımın yanında danışa bilmirəm, o ixtiyarı mənə vermirlər. Mən sözümü evin içində, Yəni, yoldaşım həyat orada yoldaşı. oturur, mən burada otururam, mən WhatsApp-la bir-birimizə yazırıq. Bəli, Təəssüf ki, belə hallarla da rastlaşırıq. Bəli. Amma əslində mövzu kifayət qədər genişdir Bəli. və mövzumuzun axıcılığı şəxsən mənə bir mənəvi zövq verdi. Çünki növbətim sualım bu barədə idi ki, hər ikiniz toxundunuz. Siz qeyd elədiniz qohumlar mediasiya prosesinə gəlir. Bəli. Siz də qeyd elədiniz ki, qohumların iştirakı ilə olan boşanma hallarına gəlib çıxma. Ümumiyyətlə, mediasiya prosesində kimləri iştirak eləməlidir və ya sualı daha kəskin qoyaq. Qohumlar, qaynana, qaynata, ata, ana iştirak eləməlidirmi? Hansı halda bu mümkündür, hansı halda mümkün deyil? Və iştirakı doğrudurmu, yoxsa yox? Çox sağ olun Zaur müəllim. Təbii ki, mediasiya prosesində ər və arvaddan gedirsə söhbət, konkret olaraq iki şey. Mediasiya prosesi özlüyündə məxfi bir prosesdir. Burada bu anadır, bu qaynanadır, bu bacıdır, bu qardaşdır. O zaten kənar şəxslərdir. Mediasiyadan kənar şəxslərdir. Mediasiyanın prinsiplərindən biri konfidensiallıqdır. Təkbətək görüşlərdə bəli, elə olubdur ki, qız anasından gəlibdir, atasından da gəlibdir, oğlan həmçinin anasından, atasından da gəlibdir. Məsələn, biz bir yerdə mediasiya sessiyası eləyəndə, məsələn, oğlan deyib, məsələn, olar mənim anam da gəlsin, deyirəm, olar o şərtlə ki, yoldaşın ona icazə versin. Əgər konkret deyibdirsə ki, yox, olmaz, təbii ki, biz onu o sessiyada iştirak eləyə bilməzlər. Amma elə məsələlər olur ki, Zaur müəllim, bu iki tərəfin mübahisələrinə baxanda baxırsınız ki, bunların bir-birindən heç bir mübahisəsi yoxdur, problemi yoxdur. Özək tamamilə başqa bir yerdədir və o özəyi tapandan sonra müəyyən bir formada əgər hər iki tərəfin razılığı varsa, orada üçüncü, dördüncü şəxs iştirak eləsin, bəli, o mümkündür, amma razılıq yoxdursa qeyri-mümkündür. Bəs tərəflərin iştirak, ikinci, üçüncü şəxslərin, mən buna tərəf də deyə bilmirəm təbii ki, çünki nikahda olan ər-arvaddır. İkinci, üçüncü şəxslərin, qaynana, qaynata, ata-ananın iştirakı ümumilikdə prosesin sizcə xeyrinə olur, yoxsa zərərinə olur və yaxud da hansı ər-arvadlar qaynana, qaynatanın iştirakını orada istəyirlər və ya öz ata-analarının iştirakını tələb edirlər? Mən öz təcrübəmdən deyim ki, heç kim istəmir. Məsələn, məcbur gəlir ata-analar daha çox. Qızımı tək buraxmayım, oğlumu tək buraxmayım, bu adla gəlirlər və onlar deyir ki, onlar biz də iştirak eləyək. Mən deyirəm ki, əgər qarşı tərəf icazə verərsə, buyur, sizi dəvət eləyəcəm. Verməyəcəksə, girməyəcəksiniz. Amma belə qalanda mən heç iclasın belə içərisində heç kim deməyib ki, öz anam da gəlsin, bir dənə onu dinləyin. O yox. Çünki onlar artıq yetişkin şəxs olaraq başa düşürlər ki, burada ikisi də və mən bunun tərəfdarıyam. Düzdür, bizə qanunumuz icazə verir ki, biz etibarnamə ilə tərəfləri dinləyək. Məsələn, bu vəkillə də ola bilər təbii ki, və yaxud da ki, birinci dərəcəli qohumlarla. Amma mənim heç sevmədiyim işlərdən biridir bu birinci dərəcəli qohumlarla. Atalar, analar gəlirlər və iclasda iştirak edirlər. Düzdür, biz buna heç bir şey deyə bilmərik. Yəni, bu normaldır. Qəbul edirik.
Sadəcə burada problem həll olunmur. Çünki mən düşünürəm ki, yetişkin bir şəxs 18 yaşına çatmış nigaha tək girirsə, tək buradan çıxmağı da bu prosesləri özü aparmalıdır. Yəni, Ən azından davam yetişkinə. etdirməli. Bəli, hər şey özü düşünməlidir. Çünki birinci tərəf deyək ki, lap razılaşmağa gəlmək istəyir, amma gələn anadır. Sən mənim qızıma belə elədin, elə elədin, başlayır mövzular artır. Yəni burada nəinki bir razılaşmayı, daha da münasibət pisləşir. Mediasiya özlüyünü tamamilə orada mənasız bir şey Bəli, orada. bəli. O problemlər bir də bu iclaslara sirayət eləyirsə, deməli onda mediasiyanın nə rol ola bilər? Demək, bu hissədə, bu mövzuda Bəli. gəldiyimiz nəticə ondan ibarət ki, tərəflərə tövsiyə olunur ki, onlar mediasiya prosesində özləri iştirak eləsin. Çünki fərd olaraq nigaha daxil olan tərəf olaraq, şəxs olaraq onlar özləri... Nəinki tövsiyə, bu qanunun tələbidir. Amma istəsələr, özləri iki tərəfin ikisi də istəsə ki, üçüncü, dördüncü şəxs iştirak eləsin, buyursun iştirak eləsin. Amma bu işin xeyrinə deyil, anladım. Amma bəzən olur... Zərərinə də ola bilər. Yox, xeyrinə də ola bilir. Xeyrinə də ola bilər. Bəli, əlbəttə ki, Əgər ola burada bilər. məsələnin həllində üçüncü şəxslərin mənafelərə toxunacaq məsələlər varsa, təbii ki, orada məcburidir. Üçüncü şəxslərin orada iştirak eləməsi. Yəni, bu mümkündür və məcburidir. Misal üçün, baba nənənin də uşaqla ünsiyyəti Ünsiyyəti və var. yaxud da baba nənənin mülkiyyətində olan əmlakın bölgüsü. istifadə və ya bölgü Bəli, məsələləri, mütləq surətdə biz onda birlikdə iclas keçirdirik. bölgü məsələləri və Bəli. sair məsələlərdə təbii ki, ola bilər. Anar bəy, mən də Bakı Mediasiya Təşkilatında çalışıram. Nərgiz xanım da Bakı Mediasiya Təşkilatında çalışır. Təbii ki, bu günləri bölgələrdə də, regionda, eləcə Şəmkirdə də mediasiya uğurla inkişaf eləməkdədir. Amma bunu bir də sizin dilinizdən eşitmək istərdik ki, Bakı ilə region arasındakı mediasiya proseslərindəki fərq nədir? Və yaxud da orada inkişaf buradakına nisbətən daha ləng mi gedir, yoxsa daha sürətli mi gedir? Aydındır, təşəkkür edirəm Zaur müəllim. Mən bilirsiniz də Bakıya gələndə bütün mediasiya təşkilatlarında bizim həmkarlar, həm də bizim dostlarımızdır. Doğru. Mən gəzirəm təşkilatları, baxıram, otururam, müzakirələr eləyirik, ofislə tanış oluram. Məsələn, 2 il bundan öncə, məsələn, böyük bir rayonları əhatə eləyən bir mediasiya təşkilatı var idi. Amma bugün təşkilatlanma o qədər sürətlə gedir ki, hətta elə rayon var, 2 mediasiya təşkilatı açılıbdır və mediasiya təşkilatlarında yüksək səviyyədə ofislərlə təmin olunubdur. Mən çalışdığım, məsələn, Şəmkir rayonu, Şəmkir bir saylı mediasiya təşkilatında bizim, məsələn, əsas təşkilat məhkəmənin yaxınlığındadır, amma ikinci ofisimiz mərkəzi xəstəxananın yaxınlığındadır. Bu da vətəndaşların əlçatanlığını, belə deyim də, daha yaxın eləmək üçündür, daha əlçatan eləmək üçündür. Bakı ilə Şəmkir və yaxud da ki, digər rayonlarımız burada ancaq inkişafdan söhbət gedə bilər. Qanun bütün respublika üçün eyni qanundur. Amma mən onu demək istəyirəm ki, Zaur müəllim, bugün mediatorların marketingi 2026-cı il girəndən çox yüksək səviyyədə tapşırıq və tövsiyə ilə inkişaf etməkdədir. Təsadüfi deyildi ki, bu yaxınlarda ölkə başçımız cənab prezident İlham Əliyevin şəxsən özünün iştirakı ilə müşavirədə bu süni intellektin bütün idarə təşkilatlarda, ümumiyyətcə bizim gələcək strateji bir planlaşmamıza daxil oldu və eyni zamanda bizim çox hörmətli Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Aydılovun tövsiyəsi və tapşırığı ilə bugün süni intellekt vasitəsilə sosial şəbəkələrdə güclü maarifləndirmə, marketinq işlərinlə məşğul olunur. Düzdür, mən tutaq ki, Şəmkir rayonunda oturub bir mediator kimi ofisdə fəaliyyət göstərirəm. Ancaq marketinqi, maarifləndirmənin nəticəsində mənim digər rayonlardan, hətta Bakı şəhərindən, Gəncə şəhərinin özündən cütlüklər könüllü olaraq müraciət ediblər, könüllü olaraq detalları biz müzakirə eləmişik. Yekun detallar hazırlanandan sonra mən istər Gəncədə, istər Şəmkirdə, istər Bakı şəhərində həmin vətəndaşlarla sağ olsunlar bizim istər Gəncə, istər Bakı təşkilatları istədiyimiz vaxtı bizi ofis şəraiti ilə təmənnasız təmin ediblər. Yəni artıq biz məcburi mediasiya düzdür, məhkəmə ərazisi üzrə həmin təşkilatda baxılmalıdır. Ancaq könüllü müraciət artıq vətəndaşlar özlərinin mediator seçmək zamanına gəlib çıxıblar. Bunun özü bir müsbət bir tendensiyadır Zaur müəllim. Artıq
mediator belə deyim də çox inamlı, etibarlı bir şəxs olmalıdır. Vətəndaşla diyaloq qurmağı bacarmalıdır. Heç bir tərəf tutmamalıdır. Mediatorun ona müraciət edən tərəflərdən kim haqlıdır, kim haqsızdır, ona heç bir önəm vermədən tərəfləri o razılaşmaya, belə deyim, istiqamətləndirən bir şəxs olmalıdır. Bugündəki çox şükür bizə bu 5 il müddətində fəaliyyətimiz dövründə siz bilirsiniz, mediasiyanın ilk yarandığı gündən mən mediasiyadayım. Artıq mənim sosial şəbəkələrdə, xüsusən də Facebookda mənim təbliğatım, özümün marketingimin nəticəsində Şəmkirdən çox-çox kənara çıxmışam bugünkü gün. O da həm özümün bir mediator kimi, həm ümumi bir mediasiya inkişafının təzahürüdür. Anladım. Buna görə təbii ki, bir mediator olaraq da mən şəxsən öz təşəkkürümü bildirirəm. Minnətdaram sizə. Çünki sizin fəaliyyətiniz bizim üçün göz qabağındadır. Təşəkkür edirəm. Hətta mən deyərəm ki, bir bayraqdar rolunda burada Minnətdaram Zaur oynayabilirsiniz. Nərgiz xanım, Anar müəllimə nisbətdə biz ikimiz də gənc mediatoruq. Amma gənc mediator olaraq da təbii ki, bu təvəzzökarlıqdan uzaq olsa da müəyyən uğurlarımız, nailiyyətlərimiz, sazişlərimiz var ki, eyni zamanda biz beynəlxalq konferanslarda da bərabər iştirak eləmişik elə hər üçümüz. Bax, Anar müəllim qeyd elədi. Deyir ki, mən Şəmkir regionundan, Gəncə regionundan kənara da çıxa bilirəm. Yəni, mənə könüllü müraciətlər Bakıdan da, Qazaxdan da, Qubadan da ola bilir. Bəs biz mediatorlar olaraq, axı həm də Türk Dünyası Arabuluculuq Birliyinin üzvüyük, digər Orta Asiya ölkələri ilə də müəyyən əməkdaşlıqlarımız var. Biz bugün yalnız ailə münasibətləri üzərində təbii ki, mediasiya prosesləri aparmırıq. Biz həm də kommersiya mübahisələri üzrə də əmək mübahisələrdir, mülki mübahisələrdir, mülki məsələlər, əmək məsələləri üzrə də apara bilirik. Bax, beynəlxalq şirkətlər ki var, hansı ki, Azərbaycan üzərindən bugün ticarət dövriyyələri həyata keçirir. Onların mediasiya prosesləri necə olur? Bax, bu hissədə də fikirləriniz maraqlı olardı. Yəni, onlar da mütləq könüllü bizə müraciət eləyə bilərlərmi? Yoxsa hətta biz bilirik ki, sazişlərə də artıq əlavə olunur ki, insanlar, şirkətlər hətta əməkdaşlıq müqaviləsi bağlayanda mediasiya prosesinin keçirilməsi. O şirkətlərlə bağlı bizim Sinqapur konvensiyası deyilən bir konvensiyası var. Ona üzv olmaq istiqamətində artıq mühüm işlər gedir. Ancaq Türk dünyası, belə deyim, hansı ki bizim o birlik var, orada artıq mən düşünürəm ki, bu yaxın zamanlarda bizim sazişlərimiz istənilən Türk dövlətlərində tanınmalıdır. Ancaq o beynəlxalq şirkətlər dediyimiz mütləq o Sinqapur konvensiyasında biz qoşulmalıyıq və o istiqamətdə də mühüm ölkədə işlər gedir. Anar müəllim, çox təşəkkür edirəm. Bu cavabı Nərgiz xanımdan almaq istəyirdim, amma sizin həqiqətən də yox, əslində bizim zaten amalımız birdir, mediasiya haqqında məlumat vermək. Əslində almaq istədiyim cavabı da siz verdiniz. Mən heç vaxt suallar əvvəlcədən hazırlamıram, nə də qonaqlarıma suallar barədə heç vaxt məlumat verməyəcəm ki, niyə? Çünki bu verilişin qayəsi məhz qanunun dili ilə yox, sadə dildə, insanlarımız üçün anlaşılan dildə olmasıdır ki, buna görə bir daha sizə təşəkkür edirəm. Nərgiz xanım, biz bilirik ki, adətən nikah pozulduğu vaxt uşaqlar ananın himayəsində qalır. Ötən verilişimizdə biz bunu bu barədə geniş danışmışdıq digər peşəkar qonaqlarımla ki, nəyə görə bu ananın hüququnun üstünlüyüdürmü, yoxsa uşağın mənafiidir? Təbii ki, gəlinən nəticə uşağın mənafiyi ilə bağlıdır. Amma biz bilirik, nəzəriyyə ilə də, praktik təcrübə ilə də biz bilirik ki, uşaqlar bəzən atanın himayəsinə də verilir. Mən istərdim təcrübənizdən danışasınız. Daha təcrübə üzərində bu prosesi izah eləyəsiniz ki, niyə belə olur, bu necə baş verir? Bəli, daha çox uşaqlar anada qalır. Yəni, tərəflər belə deyək ki, ikinci tərəf kişilər olaraq buna da razılaşırlar. Amma tam da bu belə deyil deyə bilmərik. Çünki son vaxtlarda uşaqlar artıq bir müəyyən bir yaşda olur. Deyək ki, 10 yaşı var, 9 yaşı var. Özü bildirir ki, mən atamla qalıram.
Yəni belə mübahisələr də çoxdur və razılaşmalar da çoxdur ki, məsələn mənim təcrübəmdə olub, düzü mənim üçün biraz çox belə qəribə gəlir ki, mən özüm ana olaraq, yəni bir ana necə olur? Təbii ki, mən mediator olaraq onu tərəfə sual verə bilməmişəm ki, siz necə hiss edirsiniz, necə verə bilərsiniz uşağınızı? Yəni bu dərəcədə inanın. Mənim üçün çünki bu başqa bir fikirdir, başqa bir hissdir. Amma olub, təcrübəmdə görürəm ki, yəni bir və yaxud da ki, uşaq rahatlıqla ana verir və ana bildirir ki, bilirsiniz necədir Nərgiz xanım, mən yoldaşım ola bilər ki, mənə ər kimi ailəm qurduğumuz müddətdə yaxşı bir əri olmayıb, amma çox gözəl atadır. Bəli. Və uşağım nənəsinə bağlıdır, yoldaşımın anasına bağlıdır. Yəni orada daha xoşbəxtdir. Məsələn, mən götürdüm, gəldim, deyir özümlə evə, 1-2 ay qaldıq, gördüm uşağım xoşbəxt deyil. Deyir ki, mən öz evimdə qalmaq istəyirəm, yaşamaq istəyirəm və mən yoldaşıma, keçmiş qaynanama o qədər inanıram ki, mən buna razıyam. Bəli. Düzü bu çox alqışlanası bir prosesdir. Bəli. Yəni bunu hər ailədə belə bir şeylər olmur. Buradan belə çıxır ki, Nərgiz xanım, burada ana da öz uşaqların mənafelindən düşünərək Bəli, addım atır. bəli. Yəni biz buna görə ananı tənqid edə bilmərik ki, niyə uşaq. Qətiyyən. Anar bəy, buyurun, əlavə varsa. Mən bu məsələdən başqa bir yerə keçmək istəyirəm ki, öz təcrübəmdən belə bir şey danışım. Deməli, bizə qadın müraciət edib uşağın xaricə çıxarılması və mən qadınla danışanda qadın dedi ki, mən onun nömrəsini falan bilmirəm, icraçıdan ala bilmədim. Siz sadəcə ünvanına, poçtuna bildiriş göndərin. Yəni, adətən biz nömrə varsa qarşı tərəflə danışırıq hər şey barəsində. Tək poçtla bildirişlə olmur bu işlər. Amma bunu da qeyd eləyək ki, qanuna əsasən bizim belə bir mediator olaraq öhdəçiliyimiz yoxdur ki, qarşı tərəfin telefonuna zəng edək. Çünki bu da növbəti sualım olacaq. Aha. Yəni, mən bildirişi göndərdim, düzü heç gözləmirdim tərəf gələr. Sonra icrası bir 15 dəqiqə qalmış, bir oğlan yaxınlaşdı, dedi ki, göndərdi mənə poçt bildirişini, dedi ki, Nərgiz xanım, bəs siz mənə bildiriş göndərmişsiniz. Dedim, buyurun. Dedi ki, bəs hə, sizə bir sual verim, ay Nərgiz xanım, oğlan mənə deyir. Bəs bu qadın mənə özü zəng eləyənmir ki, gedək uşağa notarius, mən niyə buralara çağırır? Deyirəm ki, mən bilən qadının sizin əlaqəsi yoxdur, nömrəsi yoxdur. Deyir, niyə ki var? İclas başlayır və qadın gəlir, yaxınlaşır və oğlan mənə bildirir ki, mənim oğlumun 16 yaşı var və mən onu 3 yaşından ayrılandan bəri görməmişəm. Deyirəm, niyə görməmişsiniz? Deyir ki, həmişə fikirləşdim, mənə deyildi ki, qadın sənə göstərməz uşaq. Və proses başladı, qadın ona bildirir ki, sən heç vaxt bizlə prosesə gəlmədin, etibarnaməni verdin, ananla yaxınlaşdıq. Və mən bu prosesdə bir dəfə deməli qadın müraciət eləmiş olur ki, uşağı xaricə çıxartmaqdan ötürü mənə etibarnamə versin. Onda ana oğlanın adından bildirir ki, 6 aylıq alimentdən imtina elə. Bu şərtlə veririk və qadın da fikirləşir ki, mən onsuz da bunu məhkəmə formasında məcburi formada ala bilərəm. Niyə alimentdən imtina eləyim? Yəni proses burada odur ki, baxın, barışığa gəlir və burada ən böyük problem. Qadın kişiyə qayıtdı, dedi ki, sən 13 ildə bir dəfə öz uşağını görmək istəmədin. Mən həmişə uşaq bu günə kimi səni görməyi arzulayır. İnan, oğlan oturdu, ağladı. Ki, mən amma deyirdim ki, məni görmək istəməz, sən qoymazsan. Onlar oradan dururlar, o qız xanım uşağın nömrəsini də verdi və bildirdi ki, həyatda hansı belə deyək, kompüter mərkəzlərində olur, sən get oradan yaxınlaş, tanış ol və işə başla. Bu məni o qədər sevindirdi ki, baxın, biz başqa mübahisədən gəlmişdik bu işin içinə. Amma onun içinə tamam başqa şeylər və başqa bir şey həll olmuş olur. Demək ki, az öncə verdiyim sualın cavabını bu cavabda yenə də tapa bildik ki, tərəflər özləri mediasiya prosesində iştirak etsələr, təbii ki, bu işin xeyrinədir. Çünki insanlar danışa-danışa o mübahisəni həll eləyə bilirlər. Anar bəy, buyurun. Baxın, mediasiya prosesində uşaqla ünsiyyət məsələsi də biz bilirik ki, həll oluna bilər. Amma bəzən atalar buna görə də mediasiya prosesinə müraciət etmirlər. Bu, qanunu bilməməkdənmi irəli gəlir? Yoxsa Nərgiz xanımın dediyi kimi düşünürlər ki, ana uşağı ata ilə görüşdürməyə maneçilik törədəcək. Bu, ona görədirmi? Yoxsa biz bunu qürurmu adlandıraq? Zamer, ümumiyyətcə, bayaq da siz onu vurğuladınız. Uşağın hansı valideynin yanında qalması həmin valideynə heç bir üstünlük vermir. Uşaq hardasa yaşamalıdır. Bəli, az yaşlı uşaq üçün əgər əlavə problemlər, ciddi problemlər yoxdursa, əksər hallarda təbii ki, ana ilə bir yerdə qalırlar. Mən həmişə onun əleyhinə olmuşam ki, əgər bir ana, məsələn, alimentdən ötəri müraciət eləyirsə, alimentin artırılması ilə bağlı müraciət eləyirsə və biz
tərəfi çağırırıq, tərəf gəlir və tərəf deyəndə ki, mən 6 aydır, 7 aydır uşağımla əlaqə saxlaya bilmirəm, mən hər yerdə blok atılmışam, mən gedirəm, orada mübahisə yaranır, orada müəyyən negativ hallar baş verir. Biz bu zaman, məsələn, artıq bu qarşılıqlı müraciət olurdu uşaqla görüşlə bağlı. Təbii ki, anaya deyəndə ki, bəs ata uşaqla görüşür, deyir, mən verməyəcəm, görüşdürməyəcəm. Deyirəm, biz düzdür, hüquqi məsləhət vermək kimi bizim elə bir səlahiyyətimiz yoxdur. Şükür Allaha, Şəmkirdə də, Bakıda da, digər rayonlarımızda yetərincə vəkillərimiz, savadlı vəkillərimiz var, hüquqşünaslarımız var. Amma bizim həm də reallıq agenti rolu oynamaq. Bəli, bilirsiniz, bu mediasiyada sajiş vasitəsilə onun görüş günlərini, görüş saatlarını özümüz razılaşdıra bilirik. Burada hər hansı bir uşağın psixologiyasını korlamadan və yaxud da ki, məcburi qətnamə çıxıb bunu icra məmuru məcburi öz otağındamı və yaxud da ki, həmin saatlarda icra məmurunun iştirakı ilə məcburi artıq bu uşağın psixologiyasını da korlayır. Uşaqlarla daha çox Nərgiz xanım həm də logopeddir, işləyir, onların psixologiyasını daha doğru anlayır. Ancaq Zaur müəllim, mən yenə də demək istəyirəm ki, uşaqlarla bağlı məqamlarda valideynlərdən çox-çox xahiş eləyirəm ki, onları bir valideyn olaraq mən valideyn ola bilməz. Yəni, uşağın valideyn heç bir halda ana və yaxud da ki, ata üstün deyil. O hüquqlar bərabərdir. Ata aliment ödəyirsə, vicdanlı atadırsa, atada problem yoxdursa, heç bir cinayət xarakterli, şiddət xarakterli və yaxud da ki, həyat tərzindən bağlı narkotik aludəçisi deyilsə, spirtli içki aludəçisi deyilsə, mütləq qaydada bu uşaqla görüşü mediasiyada da olmasa, məcburi qaydada məhkəmədə alacaqdır. Alacaq. Bəli. Nərgiz xanım, Anar bəy qeyd elədi, siz həm də uşaqlarla işləyirsiniz, çünki siz ixtisasca həm də bir logopedsiniz. Baxın, ailədə doğan bu məsələlər, yəqin ki, siz digər peşənizdə də bu ilə rastlaşırsınız. Təbii ki. Hansı ki, o mübahisələr uşağa hansı formada təsir eləyir? Bunu da buradan istəyərdim bizim o dəyərli valideynlərə çatdıraq ki, valideynlər elə Anar müəllimin tövsiyəsinə uyğun olaraq bu məsələni könüllü şəkildə həll eləsinlər. Heç mediasiyaya gəlmədən də həll eləyə bilər. Bəli, yəni mediasiya belə sondur artıq. Ümumiyyətlə, bir şey qeyd eləyək ki, ata nə qədər yaxşı ata olsa da uşağa təsir eləyən qüvvə anadır. Yəni, bu danılmaz faktdır. Bir qadın mediatordan bu fikri eşitmək xoşdur, Anar bəy. Çünki istər belə deyək, yaxşı mənada, istər pis mənada, istər oğlan uşağı, istər qız uşağı, ana çox təsir eləyir. Ona görə də belə deyək, ilk öncə kişilərə məsləhətim düzgün ana seçmək bacarığının olmasıdır. Çünki gələcək uşaqları üçün. Və mən uşaqlarla işlədiyim zaman, heç mediasiya deyil, başqa bir sferada deyim, uşaq gəlib ilk vaxtda oturduğu zaman onun danışığından, hərəkətindən, verdiyi suallardan hansı ailədən gəldiyi bəlli olur, hansı şiddəti gördüyü bəlli olur və yaxud da ki, bir tərəfli böyüdüyü bəlli olur. Yəni, ağzını açmasa, danışmasa belə, onların hamısını görmək mümkündür. Nərgiz xanım, üzr istəyirəm. Elə o nitq qüsurluğu o stressdən, onun o psixoloji durumundan, ailədə olan o psixoloji durumdan da yarana bilir. Psixoloji nitq qüsurları da var. Yəni, siz təcrübənizdə bu ilə rastlaşmışsınız ki, araşdırma zamanı məlum olsun ki, uşaqda yaranmış o nitq qüsuru məhz ailədəki problemlərdən. İkisi də yaxşı ana yoldaşından aldığı stresi uşağı ötürür. Yox, belə də ola bilirmi ki, yaxşı anadır, yaxşı atadır. Amma onlar arasındakı mübahisə, daimi davadalaş uşaqda qüsur yaradır. Bəli, psixoloji qüsur yaradacaq. Psixoloji qüsur yaratdıqda da inkişaf yerliyinə gətirib nitqi qüsur yaradacaq. Yəni, bunlar bir-biri ilə belə deyək ki, mərhələ-mərhələ gedən proseslərdir. Ona görə də mən qadın olsam da, özüm bu işin içində olsam da, bu uşaq məsələlərində, mediasiyada qadınlar daha çox məni belə deyək, qıcıqlandırır. Çünki ən çox uşaqla görüş məsələsini problem yaradan qadınlardır və bu, hətta mən belə şəxsən oturub danışanda, tək olanda, məsələn, deyirəm, yəni sən bunu niyə eləyirsən? Bu öz uşağın üçün deyil, yəni bunun mənafəyi üçün deyil. Sən yarımçıq uşaq, atası ilə görüşməyən, əlaqədə olmayan bir yarımçıq psixoloji uşaq böyüdür. Nə qədər maddi imkanlar verir, yenə o yarımçıq böyüyəcək. Olmaz ki, sənin uşağın getsin həftədə bir dəfə və yaxud da 2 dəfə atası ilə vaxt keçirsin, gəlsin və sənin yanında olsun. Doğrudan da bu məsələdə o qadın egoistliyini tam anlamış deyiləm.
Baxın, hesab edirəm ki, çox maraqlı bir məqama gəldik. Məncə bu çox vacibdir. Bayaqdan siz də qeyd elədiniz. Nərgiz xanım da indi özü etiraf elədi. Mediasiyanın prinsiplərindən biri də bir tərəfli idi. Bəli. Tərəflər arasında hər hansı bir seçim, hüquq üstünlüyü Mütləq olmadan qaydadır, hüquq bəli. bərabərliyini saxlamaqdır. Baxın, bunun öhdəsindən necə gələ bilərik? Çünki axı biz mediator olmadan öncə həm də bir insanıq, Azərbaycan vətəndaşıyıq, vicdan sahibiyik, həm də bir valideynik. Düzdürmü? Bunun öhdəsindən şəxsən siz necə gəlirsiniz? Zaur müəllim, ümumiyyətcə indi bizdə iki münasibətdən yaranan mübahisələr, ailə və əmək, bu məcburi olsa da mediasiya sessiyalarında iştirak və yaxud da ki, iştirak eləyib istədiyin vaxt oranı tərk etmək könüllüdür. Bəli. O dediyiniz nüansla bağlı Bax, təcrübə üzərindən danışasınız. Görürsünüz ki, tərəflər arasındakı mübahisəni həll eləməyə mediasiya prosesinə gəliblər, fərqi yoxdur, könüllü və ya icbari. Bəli. Amma bir tərəf digər tərəfi üstünlür və sizin də vicdanı olaraq hesab eləyirsiniz ki, bu bağlanacaq saziş və yaxud da bu prosesin davam etdirilməsi, Siz- bunu təcrübədən mən istəyirəm Zaur müəllim, danışasınız. veriliş öncəsi biz Nərgiz xanımla foyedə Elə bu barədə danışdıq. Məsələn, tərəf olubdur ki, fərqi yoxdur kişi, qadın. Məsələn, müraciət eləyib, təhsilli, çox normal, belə söhbət eləmişik. Yəni, artıq qərarlaşıblar ki, bu münasibətlər bitsin. Qarşı tərəf də buna çox normal münasibət bildiribdir və hər ikisi, düzdür, məcburi müraciət olmuşdu, bir tərəfli müraciət olmuşdu, amma nəticə etibarilə hər ikisi bir nigahdan başqa digər məsələlərin hamısını mediasiyada saziş vasitəsilə istəyirdilər ki, həll etsinlər. Və vaxt təyin elədik, gün təyin elədik, ancaq həmin məqamda mən tərəflərdən birini həqiqətən psixoloji durumunun yerində olmadığını mən danışıram, baxıram, onu bildirmirəm ki, mən müşahidə eləyirəm, təbii ki, ancaq içimdə bir səs dedi ki, bugün sən onu bağlaya bilməzsən. Bugün onun durumu, stresli, əsəbi vəziyyətlər, nə yazılsa o sadişə qol çəkib gedəsidir. Ancaq sabah o ayılanda ki, mən nəyə qol çəkmişəm, nəyə imza atmışam və sabah mənə sual verəndə ki, bəs sizsə də mənim bu durumumu görüb, bunu niyə ertələmədiniz? Mən həmin an bir vasitə ilə demişəm ki, müəyyən detallarda siz hələ razılığa gəlməyibsiniz. Xahiş edirəm, bizim hələ vaxtımız var, zamanımız var. Lazım olar hələ biz istisna hallarda bir ayda uzada bilirik. Siz tam olaraq gedin, bir də detalları müzakirə eləyin, bir də qərarlaşın, bir də sessiya keçirdək, bir də görüşək. Əgər detalların hamısı rahat şəkildə hər iki tərəfin emosional gərginliyi olmadan hazır olanda biz o sazişi imzalayarıq. Bizim məqsədimiz, Zaur müəllim, üzr istəyirəm, bugün tərəfləri çağırdıq və bugün də o sazişi imzalatdıq, müəyyən o sazişin ödənişini elətdirdik. Məqsədimiz o deyil. Məqsədimiz, həmişə deyirlər, saziş elə olmalıdır ki, gələcəkdə o sazişdən digər mübahisələr doğmasın. Saziş əgər bağlanırsa, o mübahisənin bütün detalları bir dəfəli həll olunmalıdır. Çox təşəkkür edirəm. Buyurun. Bəs hansı detallar həll oluna bilər sazişdə? Bu yalnız nikahın pozulması, uşağın kimdə qalması və alimentlə bağlı ola bilərmi? Yoxsa necə? Ailə məsələlərində. Ailə mübahisələrində. Ailə məsələlərində uşağın xaricə çıxarılması da ola bilər, ümumi əmlakdan payın bölünməsi də, uşağın ikinci dərəcəli qohumları ilə, yəni nənə baba ilə görüşü də ola bilər. Atalığın müəyyən olunması, qızıl zinət, ceyiz əşyalarının. Ən gözəl, belə deyək ki, ən uğurlu proseslərdən biri qızıl zinət əşyalarının qaytarılması ki, mənim ən rahat, belə deyək, bildiyim mübahisə növüdür ki, artıq gəlirlər, eyni vaxtda razılaşır, belə deyək, qeydiyyata alınır, xanımın qızılları verilir və yaxud da ki, xanım qaytarır və mübahisə orada bitdi, yoxdur. Məhkəməyə getmir heç nə. Məsəl üçün, bu çox belə deyək də, uğurlu bir proses olur. Bəli. Düzünü desəm, mən bu prosesi çox sevirəm.
Çünki doğrudan da məsələn bəzən oğlan tərəf qorxur qızılı qaytarmağa ki, sabah xanım deyə bilər ki, mən verməmişəm, sizdə qalır. Amma biz onu sazişdə qeyd edirik ki, xanım bunları götürdü və bir də bu mübahisə ilə bağlı iddia qaldırmayacağıma öhdəlik götürür. Bəli. Bunu görən ikinci tərəf artıq inanır və qızılları təqdim edir və mübahisə bitdi. Və həmçinin başqa bir mübahisə növləri də ki, atalığın müəyyən olunması və s. və s. ailə məsələlərindən doğan bütün mübahisələr mediasiyada baxılır. Yəni, mülki məcəllə ilə tərəflərin heç birinin hüquqlarını məhdudlaşdırmadan Bəli. tərəflər arasındakı istənilən münasibəti biz mediasiya sazişində həll eləyə bilərik və aylarla məhkəmə çəkilməsinə də ehtiyac qalmaya bilər. Anar bəy, bu hissədə zəhmət olmasa siz də bir fikir bildirəsiniz ki, məhkəmə qətnaməsimi, mediasiya sazişimi? Məhkəmə qətnaməsinin mediasiya sazişindən hər hansı bir hüquqi üstünlüyü varmı? Zalim müəllim, tamam fərqli, mən məsələn özümün şəxsi fikrimdir ki, bunlar tamam fərqli istiqamətlərdir. Amma mediasiyanın özünün ruhu, özünün bu Azərbaycanda bu qanunun tətbiqi mübahisələrin məhkəmədən kənar, alternativ bir həll vasitəsidir və məhkəmə yükünün azaldılmasıdır. Baxın, bir paket sazişlə tərəflər, təbii ki, nikahın pozulması hissəsində mütləq qaydada, əgər az yaşlı övladları varsa, məhkəmə müraciət olunmalıdır. Ancaq bu saat məhkəmələrdə də yük həddən artıq çoxdur. Əgər tərəflər bütün o məsələləri nikahın pozulmasından xaric, mediasiyada hazır barışıq sazişindən, iddiazəsindən nikahın pozulmasını məhkəməyə ötürürlərsə, mənim barışıq sazişini bağladığım tərəflərdən, məsələn, qətnamələr baxmışam ki, həmin o sazişdəki öhdəliklər, o razılaşdırdıqları o hissələr qətnamədə öz əksini tapır və sonda da qeyd olunur ki, qətl hissəsində bu məsələlər həllini tapdığı üçün onlara toxunmur məhkəmə. Altdan da qət edir ki, filan qeydiyyat nömrəli, filan tarixli nikaha xitam verilsin. Təbii ki, bu nəticə etibarilə bizim missiyamızdır və həm də mediasiyanın uğurudur. Mən sizə çox təşəkkür edirəm. Sizinlə bu mövzuda söhbət aparmaq çox xoş idi. Dəyərli dostlar, verilişimizin sonuna gəldik. Efirdə hüququn səsi idi. Burada emosiyalar yox, qanun danışır. Hüququn səsi, hüquqa fərqli baxış, aydın izah, sağlam dialoq. Hər kəs üçün başa düşülən hüquq, hər kəs üçün vacib mövzular. Hüququn səsi, ədalətin danışdığı ünvan.